Lənkəranda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Köhnə Ələt-Astara magistralının rayonunun Gərmətük qəsəbə ərazisində qeydə alınıb. Belə ki, VAZ-2104 markalı minik avtomobillə Ford markalı yük avtomobili toqquşub. Qəzada VAZ-2104 markalı maşının sürücüsü Lənkəran rayonunun Gərmətük qəsəbə sakini 49 yaşlı Natiq Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına hospitalizasiya olunub. Həkimlər yaralının vəziyyətinin orta ağır qiymətləndirir. Faktla bağlı araşdırma aparılır. Bakıda İmperator Hall Şadlıq Sarayında toy zamanı dava düşüb. Toyda davaya səbəb mahnı sifarişi və rəqs etməklə bağlı olub. Bəy Royal Məmmədov tərəflər arasında düşən davanı sakitləşdirmək istəsə də bu mümkün olmayıb. Daha sonra mübahisə restorandan çöldə davam edib. Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Dava zamanı kiminsə saxlanması barədə məlumat yoxdur. İnsidentlə bağlı məlumat Şadlıq Sarayından təsdiq edilib. Toy sahibləri əslən Azərbaycanın Gədəbəy rayonundan olublar.